Salam dostlar, söz analizi rubrikasında daha bir maraqlı məqama diqqətinizi yönəltmək istəyirəm. Deməli, irfan inancına görə insanın ruhu onun bədəninə, ürəyindən bağlanır. Yəni, insan ana bətnində 3-4 aylıq olandan sonra ruh onun bədəninə gedir, daxil olur və o başlayır tərpənməyə. Bizim cinayət məcəlləsində də 3-4 aylıq, məncə 4 aylıqdan sonradır, uşaqlı ananı öldürsən 2 nəfər öldürmüş sayılırsan. Yəni, artıq bədən tərpənəndə bu orqanizm sayılır, rüşeym yox. Və Quran bir ayəsi var, deyir, mən viran könüllərdəyəm. Yəni, bunu belə fiziki müqayisə edirlər ki, ürək sınır, ruh ora daxil olur. Yəni, kimin ürəyi bütövdürsə, ona gümrəh deyirlər. Gümrah indi bizdə yaxşı mənada işlənir, amma klassik ədəbiyyatda, yəni belə boynu yoğun, hissiyatdan uzaq, yəni bu mənaları verir. Dünya cihəsinə çox bağlanan insanlara deyirlər, gümrah. Yəni, əsl imanlı insanlar, kamil insanlar, onların ürəyi sınıq olur. Yəni, həmişə biraz belə kədərli olurlar, Tanrı huzurunda da başları aşağı olur, mütəvazi olurlar və s. Bununla əlaqəli bir laədir var. Mən bildiyim qədər laədirdir. Yəni, əgər müəllifi varsa üzr istəyirəm, kimsə yaza bilər, yəni kommentdə. Mən laədiri bilirəm. Deyir ki, sınıq səbuda mey tutmaz qərar, su durmaz. Sınıq səbuda mey tutmaz qərar, su durmaz. Şikəstə könlümə məhvəm ki, qan ilə doludur. Deyir, sınmış qabda nə mey dayanar, nə su dayanar. Bəs mənim bu şikəstə ürəyimdə o qan necə dayanır? Buna deyir mətələm. Bu məni deyir məhv eləyir. Bax, bu sir, Tanrının bu sirri. Yəni, əslində deyir viran könüllərdəyəm və yaxud deməli Seyidin gözəl bir beyti var. Deyir ki, keçdi xəyalın ey pəri bu dili dərdi nakidən, öylə ki şahi kamiran mülkü xərabədən keçər. Deyir, ey pəri, sənin xəyalın bu viran olmuş ürəyindən elə keçdi ki, elə bil ki, bir hörmətli, kəramətli bir padşah bir xarabanın içi ilə keçir. Bax, o dərəcədə burada ilk baxışdan, yəni o xəyalı yuxarıya qaldırıb, özünü aşağılayır, xarabaya bənzədir ürəyini. Ancaq podtekstdə ürəyi xaraba deməklə mən imanlı insanam, Tanrı eşqi ilə doluyam demək istəyir. Əslində, deməli, beyt özünün əks mənasını verir. İrfani qatda əks mənasını verir. İrfani qatda Seyid özünü tərifləyir. Amma zahiri qatda özünü viranəliyə bənzədir, yəni ürəyini viran olmuş xaraba bir yerə bənzədir. Və Füzulidə də bu məqamlar çox işlənib. Ən çox da bu beyti çox gözəldir bununla əlaqəli. Deyir ki, tutuşdu qəm oduna şad gördüyün könlü, müqəyyəd oldu ol azad gördüyün könlü. Müqəyyəd sözü qeyd sözündəndir, bağlamaq mənasını verir. Deyir, mən sənə bir nömrə deyəcəm, ora qeyd elə. Yəni, bağla, qaçmasın, unudulmasın. Yaxud bir söz deyəcəm, onu yaz, qeyd elə. Qeyd eləmək, qeyd götürmək, fikri varağa bağlamaqdır. Və bizim yazıcı anar, deməli, bu beyti götürüb 5 mərtəbəli evin 6-cı mərtəbəsinə, deməli, epiqraf kimi verib və mən bunu oxuyanda bildim ki, anar müəllim həmin vaxt o epiqrafı yazanda bu beytin irfani qatını bilməyib. Çünki bunun irfani qatında qadına aid heç nə yoxdur. Başqa şeirlərdə heç olmasa qadın var, yəni. Zahiri qatda da olsa qadın var. Burada zahiri qatda belə təxminə yoxdur, yəni. Söhbət nədən gedir? Tutuşdu qəm oduna şad gördüyün könlüm. Sənin huzurunda, vüsal məclisində, deməli, bəzmi vəslini yad eylərəm, Füzulidə var, bəzmi vəsildə, Tanrının huzurunda, ruhlar aləmində ki, mən azad idim, sənin yanındaydım, cisimdən azad idim, bədənə bağlanmamışdım, çox xoşbəxt idim. Ancaq o gəldi, bədənə bağlandı, mən başladım bu dünya üçün imtihana gəlməyə. Deyir ki, gəldim ki, olam qəmin hərifi, gəl təcrübə ilə mən zəifi. Leyli Məcnunda da var bu kontekst. Fikir verin, tutuşdu qəm oduna şad gördüyün könlüm, müqəyyəd oldu, ol azad gördüyün könlüm. Könül burada ruh mənasında işlənir və Aşıq Ələsgərdə də bu məqam çox ciddi şəkildə işlənib. Demək, və inanc davam eləyir, ruhun ürəyə bağlanması inancı. Belə bir inanc da var ki, biz günahlar işlədikcə ruh ürəyə yapışır, belə deyək, xarab olur, belə loru dildə desək, xarab olur, maddiləşir, ürəyə yapışır və ölüm ayağındakı o ruh bədənindən ən sonuncu ürəkdən qopub gedir. Ona görə ürəyin dayanmasını dində ölüm faktı kimi qeydə alırlar. Tibbdə beynin dayanmasıdır. Amma əsasən xalq inancında da, deməli, məişətdə də və dində də ürəyin dayanması ölüm faktı kimi qəbul olunur. Yəni sonuncu deyir, ipi üzülməyib hələ onun, ipi üzülməyib. Can verən adama deyirlər, ipi hələ üzülməyib.
Yəni ürəyin o bağı Tanrı ilə qırılmayıb hələ. Hələ o sağdır. Və inanca görə o günahkar insanlar ki, o ölüm ayağında ruh aralanır onun bədənindən, o soyularaq aralanır onun ürəyindən və ona çox əzablı gəlir bu, çox əzab verir ona. Yəni çox ağırdır. Yəni deyir ki, can çəkişir, can tapşıra bilmir. İnsanlar kömək edirlər ki, o can versin. Lap qədimdən də bu adətlər var. Məsələn, dambadurum salırdılar, nə edirlər ki, insan rahat ölsün. Dualar oxuyurlar, Quran oxuyurlar, zikr eləyirlər, nəzir çıxırlar və s. və s. Ölmüş adamın köynəyini gətirirlər, görmüşəm məsələn ki, rahat can versin. Bəzən olur adamı alladırlar. Məsələn, bir rəssam var idi, Sovet rəssamı, ömür boyu plakatlar çəkmişdi. O xalq rəssamı adını almaq üçün ölürdü. Yəni o həsrətlə öldü yazıq. O son anda o can çəkişəndə onun qohumları ona yalandan dedilər ki, sərəncam çıxdı, sənə xalq rəssamı adını verdilər. Belə absurd vəziyyətlər də var. Bu komediyanın kökündə belə həmin inanc dayanır ki, yəni bu dünya cifəsindən qop da, get də, adı aldın, yaxşı yol, get, bezdirmə bizi. Yəni təxminən belə. Aşıq Ələsgər nə deyir? Qıya baxdın, məni saldın oda sən. İnsaf elə gəl könlümün arın üz. Onsuz da deyir, həyatım boyu mən imanda kamil ola bilmədim. Biraz çəp düşdüm bu söhbətlərə. Mənə biri gözümün ucu ilə baxdım da, birbaşa mənə heç vaxt nəzər yetirmədim. Bunu başa düşdük, heç olmasa deyir, ölüm ayağında məni incitmədən ürəyimi və ruhdan rahat qopar, gəlim imtihana gör başıma nə gələcək. Belə işlər. Hamıza uğurlar arzulayıram, sağ olun.